görüşünüzdə duzlu məzəli əhvalatlarla gəlmişəm. İndi onlardan bir neçəsini sizə təqdim edəcəm. Bilirsiniz ki, mən həmişə xalqın içində oluram, müşahidələr aparıram. İndi apardığım müşahidələr, mən baxmışam ki, bu yalnız Azərbaycanda baş verir. Elə ona görə də adını belə qoymuşam. Yalnız Azərbaycanda. Məsələn, yalnız Azərbaycanda əgər arvadına axırıncı model iPhone alırsa, deməli arvadının qabağında nəsə zibil işi var. Belə altdan gülməyin, onsuz da çoxunuzda alınıb o iPhone-dan. Yalnız Azərbaycanda kişi arvadının burun əməliyyatına verdiyi pulu imkan tapan kimi arvadının burnundan tökür. Kimi dəlçələr? Hədləri xan, xoş gəlirsiniz. Yalnız Azərbaycanda evə qonaqlar gələndə deyirlər ki, narahat olmayın, bir stakan çay içib yedirik. Deyəndən sonra evdəki bütün ərzağı eşşək kimi yeyib sonra çıxıb gedirlər. Yalnız Azərbaycanda arvadlar toyda gəlinin hansı heyvana oxşadığını dəqiq bilirlər. Fikir verimizdə it oxşuyor, nə bilim, inəyə oxşuyor. Yalnız Azərbaycanda kişi evdə arvadının yeməyini yemirsə, arvad ondan soruşa bilər ki, yenə hansı cəhənnəmdə zəhərlənibsən? Altdan gülənləri çox eşidirəm. Yəni, gəlin bu altdan gülənləri bir alqışlayaq ürəkdən. Yalnız Azərbaycanda, bax bunu mən bilirəm ki, əksəriyyətiniz əl çalacaqsınız. Baxmayaraq ki, qadın, kişi. Yalnız Azərbaycanda adam maşını yuduzduran kimi yağış yağır. Sənin üçün Lüboyo proqnoz saytlara baxırsan, görürsən ki, bir illik yağış yoxdur. Elə Moykadan çıxıb bilmirsən, Moyşik cadu elətdirir, nədir? Yalnız Azərbaycanda arvadlar dəqiq bilirlər ki, bu bəyin neçənci toyudur. Yalnız Azərbaycanda arvadın toy günü bərbərə verdiyi pul, kişinin axşam toya yazdıracağı puldan çox olur. Kim idi o qəşək güldü? Bax, xoşuma gəldi. Yalnız Azərbaycanda öz baldızının toyunda gəlin proqnoz verə bilər ki, bunlar haçan boşanacaqlar. Yalnız Azərbaycanda arvad ərinin puluna, ərinin ad gününə hədiyyə alır. Və verəndə də deyir ki, sənə sürprizim var. Halbuki kişi kartdan gələn mesajdan görüb ki, bu sürpriz 150 manata başa gəlib. Yalnız Azərbaycanda arvad liftə girəndə, harasa tələsik edəndə, arvad deyir, o liftin qapısını saxla, telefon evdə qaldı. Qardaş, ürəklə əl çal. 15 dəqiqədən sonra qayıdıb gəlir, deyir ki, kişinin də özünə baxmır. Hə, bırak qapını, bırak, akasa sunkadaymış telefon. Yalnız Azərbaycanda 6 saat kişi hansızda bir toyda oturub heyvan kimi yeyib içəndən sonra evə gəlir, deyir ki, yeməyə nə var, acından ölürəm. Bunu bilmədim, arvadlar əl çaldı, yoxsa kişilər əl çaldı. Başa düşdüm. Yalnız Azərbaycanda kişi 5 dəqiqə vaxt tapıb anası ilə, telefonla danışanda arvadın yadına düşür ki, evləri pılısozlamaq lazımdır. Bunu qaynanan əlindən yalanlar güldülər hamısı. Yalnız Azərbaycanda kişi evə aldığı qarpız ağ çıxarsa, arvadı onu fərsiz, əfəl, bacarıqsız, işə yaramaz, lox və hətta vətən xaini elan edə bilər. Yalnız Azərbaycanda arvadın qızdırması 37 olanda dərman içir, evə həkim gəlir, sistem qoşulur. Kişinin qızdırması hətta 40'ı keçəndə arvad deyir ki, boş şeydir, zoğallı çay verəcəm, iç keçəcək. Yalnız Azərbaycanda sətəlcəm, ürək ağrısı, meningit, böyrək sancısı, revmatizm, beldə qrija, gözdə mirvari suyu olanda arvad deyir ki, narahat olma, uzan belinə banka salacağım, keçəcəyimiz. Yalnız Azərbaycanda
arvada deyə bilər ki, toya tez gedək ki, kürəyi cəmaata oturmayaq, oynayanlara baxaq. Yalnız Azərbaycanda kişi axşamki toya artıq səhər hazır vəziyyətdə geyinib, keçinib, kostyumla evə gəlir ki, xanımını götürüb işə getsin. Arvad reski zəng gelir ki, kalqotkam süzülüb, ma kalqotkal gətir. Bunun dalsı var. Kişi kostyumda, qalstukda geri mağazinə deyir, bana 4D kalkotka verir. Özündən də soruşanda nətər oldu? Dırnağım ilişdi, süzüldü. Mənim burada maraqlandıran başqa şeydir. Amerikan kinolarına hamısı baxmışsınız. Bankı, 3-4 bankı bir dəfiyə, bir kalkotka ilə başında, bir kalkotka ilə bankı aparırlar. Bir dənə süzüntü olmur o kalkotkada. İçindən güllə keçir, nə bilim partnerin yanında, yaloya düşür. Amma yox, kalkotka. Bizim kadınlarda bu kalkotka nətər dözmür, onu mən bilmirəm. Yalnız Azərbaycanda kişi kondisioneri qoşanda evin hansı nöqtəsindən asılı olmayaraq arvad deyir, onu söndürüb təpəmə vurur. Və yalnız Azərbaycanda kişi evə gəlir, deyir, acından ölürəm. Arvad deyir, heç nə pişirməmişəm. Və heç nə pişirməmişəm deyəndən sonra stola 3 növ yemək qoyur. Eşq olsun, eşq olsun.